Bu videoda Mart ayında pul, iş, sevgi ve aile hakkında şanslı olan varlanacak 4 burç hakkında danışacağım. Oxatan. Mart ayı oxatanlar üçün bolluk ve genişlənmə ayı olacaq. Pul mövzusunda şans sənin tərəfindədir. Gözləmədiyin mənbədən gəlir əldə edə bilərsən. Xaric, səyahət və ya onlayn işlərdən qazanc görünür. İş həyatında imkanlar çoxalacaq. Yeni təkliflər səni həyəcanlandıracaq. Rəhbərlik sənin enerjini yüksək qiymətləndirir. Maddi risklər bu ay sənə qazanc gətirə bilər. Düzgün planlama uğur açarı olacaq. Sevgi həyatında pozitiv dəyişikliklər var, tərəfdaşın sənin uğurlarına dəstək olacaq. Subay oxatanlar üçün zəngin enerjili tanışlıq mümkündür. Ailə ilə münasibətlər daha isti olacaq. Evdə sevinç verən xəbərlər eşidilə bilər. Maddi rahatlıq ailə içində gərginliyi azaldacaq. Gələcək planların daha böyük ölçü alacaq. Özünə olan inamın güclənir. Pul xərcləyərkən daha rahat olacaqsan. Mart ayı sənin üçün genişlənmə dövrüdür. Şans səninlə olacaq. Martın ortalarından sonra oxatan üçün yeni mərhələ başlayır. Qazancın daha stabil hala gəlir. İş həyatında uzun müddətli layihələr gündəmə gələcək. Karyera baxımından doğru yoldasan. Pul yığmaq və yatırım etmək üçün uyğun zamandır. Yeni ideyalar gəlir gətirə bilər. Sevgi həyatında səmimiyyət artacaq. Tərəfdaşınla gələcək haqqında ciddi söhbətlər edəcəksən. Subay olanlar ailə qurmağa uyğun biri ilə qarşılaşa bilər. Ailə üzvləri sənin qərarlarını dəstəkləyəcək. Evdə maddi planlar qurulacaq. Valideynlərlə münasibətlər möhkəmlənəcək. İş və şəxsi həyat balansı düzələcək. Maddi rahatlıq sənə daxili huzur verəcək. Gələcək planların daha aydın olacaq. Risklər artıq qorxutmur. Öz potensialını daha yaxşı dərk edəcəksən. Pul sənə imkanlar açacaq. Mart ayı oxatan üçün uğurlu bitəcək. Ayın sonunda özünlə fəxr edəcəksən. Dolça. Mart ayı dolçalar üçün maliyyə baxımından sıçrayış ayıdır. Pul mövzusunda şans gözlənilməz anda gələcək. Yeni ideyalar gəlir mənbəyinə çevrilə bilər. İş həyatında fərqli yanaşman diqqət çəkəcək. Rəhbərlik sənin yaradıcılığını dəstəkləyir. Maddi baxımdan rahatlama başlayacaq. Texnologiya və onlayn işlərdən qazanc mümkündür. Risk etdiyin mövzular nəticə verəcək. Sevgi həyatında azadlıq və anlayış ön plandadır. Tərəfdaşın sənin fərqliliyini qəbul edir. Subay dolçalar üçün qeyri-adi tanışlıq var, ailə içində maddi rahatlıq hiss ediləcək. Evdə gərginlik azalacaq. Yaxınların sənə güvənəcək. Gələcək planların dəyişə bilər. Bu dəyişiklik sənə xeyir gətirəcək. Maddi baxımdan güclənirsən. Pul xərcləmək daha rahat olacaq. Mart ayı sənə nəfəs aldıracaq. Şans səninlədir. Martın sonuna doğru dolçalar üçün stabil dövr başlayır. Qazancın daha davamlı hala gəlir. İş həyatında yeni məsuliyyətlər verilə bilər. Bu məsuliyyətlər maddi artımla müşayiət olunacaq. Karyerada fərqlənmək asanlaşacaq. Maddi planlar daha ciddi şəkil alacaq. Sevgi həyatında münasibətlər dərinləşəcək. Tərəfdaşınla gələcək planları müzakirə edəcəksən. Subay olanlar üçün ailə qurmaq ehtimalı yüksəlir. Ailə içində sevinç verən hadisə ola bilər. Evdə bolluq enerjisi hiss ediləcək. Valideynlərlə münasibətlər möhkəmlənəcək. İş və şəxsi həyat balansı düzələcək. Maddi rahatlıq sənə güvən verəcək. Gələcək üçün daha böyük düşünəcəksən. Qorxular azalacaq. Pul sənə seçim azadlığı verəcək. Öz yolunda daha inamla gedəcəksən. Mart ayı dolça üçün uğurlu bitəcək. Ayın sonunda özünü daha güclü hiss edəcəksən. Əkizlər. Mart ayı əkizlər üçün pul və fürsət ayı olacaq. Maddi baxımdan canlanma hiss ediləcək. Gözlənilməz gəlir mənbəyi ortaya çıxa bilər. İş həyatında aktivlik artacaq. Yeni layihələr sənə qazanc gətirəcək.
Rəhbərlik sənin ideyalarına açıq olacaq. Pul qazanmaq üçün əlaqələrdən düzgün istifadə edəcəksən. Əməkdaşlıqlar uğurlu nəticə verəcək. Sevgi həyatında ünsiyyət güclənəcək. Tərəfdaşınla daha açıq danışacaqsan. Subay əkizlər üçün iş mühitində tanışlıq mümkündür. Ailə içində maliyyə mövzuları müsbət həll olunacaq. Evdə rahatlıq artacaq. Yaxınlarından dəstək alacaqsan. Gələcək planların sürətlənir. Maddi baxımdan özünü daha güvənli hiss edəcəksən. Xərcləri nəzarətdə saxlamaq vacibdir. Pul sənə azadlıq hissi verəcək. Mart ayı sənin üçün hərəkətli keçəcək. Fürsətləri dəyərləndirəcəksən. Martın ikinci yarısı əkizlər üçün daha məhsuldar olacaq. Qazancın artması motivasiyanı yüksəldəcək. İşdə yeni vəzifə və ya artım mümkündür. Karyera baxımından irəliləyiş görünür. Maddi planlar daha real hala gələcək. Yığıma başlamaq üçün uyğun dövrdür. Sevgi həyatında sabitlik yaranacaq. Tərəfdaşınla qarşılıqlı anlayış artacaq. Subay olanlar üçün ciddi münasibət ehtimalı var, ailə ilə münasibətlərdə istilik hiss ediləcək. Evdə xoş söhbətlər və birlik olacaq. Ailə üzvləri sənin uğurlarınla sevinəcək. İş və ailə arasında balans quracaqsan. Gələcək planları daha aydın görünəcək. Maddi rahatlıq stresini azaldacaq. Qərarlarında daha məntiqli olacaqsan. Pul sənə yeni qapılar açacaq. Öz dəyərini daha yaxşı anlayacaqsan. Mart ayı əkizlər üçün qazanc ayıdır. Ayın sonunda razı qalacaqsan. Qoç. Mart ayı qoçlar üçün maddi baxımdan yüksəliş dövrü olacaq. Gözlənilməz pul axını həyatına daxil ola bilər. Keçmişdə etdiyin zəhmətin qarşılığını almağa başlayırsan. İş yerində məsuliyyətlərin artsa da qazancın da artacaq. Yeni layihə və ya əlavə iş təklifi gündəmə gələ bilər. Rəhbərlik sənin liderliyini daha çox dəyərləndirəcək. Pul xərcləyərkən ağıllı davranmaq vacib olacaq. Böyük alış-verişlər üçün uyğun zaman yaxınlaşır. Sevgi həyatında özünə inamın artacaq. Tərəfdaşın sənin uğurlarınla qürur duyacaq. Subay qoçlar üçün maddi gücü olan biri ilə tanışlıq mümkündür. Ailə içində dəstək daha çox hiss ediləcək. Evdə maliyyə ilə bağlı müsbət qərarlar verilə bilər. Valideynlərlə münasibətlər möhkəmlənəcək. Gələcək planları daha real görünməyə başlayır. Risk etdiyin mövzular artıq nəticə verəcək. Özünü daha güclü hiss edəcəksən. Maddi rahatlıq psixoloji durumuna da təsir edəcək. Martın ikinci yarısı qoçlar üçün daha da məhsuldar keçəcək. Pul axını stabilləşməyə başlayacaq. İş həyatında yeni müqavilə imzalama ehtimalı yüksəkdir. Karyerada yüksəliş üçün doğru zamandır. İş yoldaşların sənin fikirlərinə daha çox önəm verəcək. Maddi baxımdan borcları bağlamaq mümkün olacaq. Yığıma başlamaq üçün əlverişli dövrdür. Sevgi həyatında münasibətlər dərinləşəcək. Tərəfdaşınla gələcək planları quracaqsan. Subay olanlar ciddi münasibətə başlaya bilər. Ailə içində sülh və harmoniya artacaq. Evdə xoş xəbərlər eşidilə bilər. Ailə üzvlərindən maddi və mənəvi dəstək gələcək. İş və ailə balansını qorumaq asanlaşacaq. Gələcək üçün daha böyük hədəflər qoyacaqsan. Öz dəyərini daha yaxşı anlayacaqsan. Pul sənə azadlıq hissi verəcək. Qərarlarında daha cəsarətli olacaqsan. Mart ayı qoç üçün dönüş nöqtəsi olacaq. Bu ay həyatında yeni mərhələ başlayır. Qalan bürclər üçün mart ayı müsbət enerji və yeni fürsətlər dolu olacaq. İş həyatında qarşıya çıxan maneələri asanlıqla aşacaqsınız. Maddi baxımdan gözlənilməz müsbət dəyişikliklər yaşana bilər. Pul gəlirləriniz artacaq və maliyyə vəziyyətiniz möhkəmlənəcək. Sevgi həyatınızda mehribanlıq və anlayış hakim olacaq. Tərəfdaşınızla münasibətləriniz daha dərin və səmimi olacaq. Ailə üzvlərinizdən sevgi və dəstək hiss edəcəksiniz. Emosional olaraq balansda qalacaqsınız və daxili rahatlıq tapacaqsınız. Yeni əlaqələr və tanışlıqlar sizin üçün faydalı olacaq.
Sağlamlığınıza diqqət yetirin, enerjiniz yüksək olacaq. Mart ayında uğurlu nəticələr sizi sevindirəcək. Pozitiv düşüncə və əminlik sizi daha da gücləndirəcək. Həyatınızda xoş yeniliklər üçün açıq olun və önə çıxan fürsətləri dəyərləndirin.